Sanki kimsə gəlir bizim əlimizdə, cibimizdən və yaxud kartımızdan pulumuzu çəkirmişcəsinə alış-verişə meyilli olmağımızın kökündə yatan şeylər bu sosial medianın qurucularının daha çox psixoloq, neuromarketoloqlarla işləyib bizə bunu daha çox vadar eləməsindən gətirib çıxarır. Eyni zamanda elə bir sistem qurulub ki, bu da bu satış qıfıdır. Mən bunu öyrədirəm təlimlərimdə insanlara. Bu satış qıfının içindən keçdiyimizə görə biz mümkün deyil ki, pul xərcləmədən dayanaq. O qədər oyaq olmalıyıq ki, hər şeyi fərqində olub, o satış qıfından keçməyib, okey, mən ancaq öz ehtiyacıma görə alış-veriş edim deyə bilək. Bəlkə də aramızda var elə insanlar, məsələn, mən elə deyiləm, mütləq ki, o satış qıfından keçdiyim zamanlar olur. Halbuki mən bunu kitablarda da oxusam, bunun registrda da oxusam fərqi yoxdur. Yəni hamımız bu satış qıfından keçirik. Yaxşı, bəs bunu öz xeyrimizə necə istifadə edə bilərik? Ekran müddəti nə qədərdir? Məndə 9 saatdır. Ən azından vicdanımı belə rahatlayıram ki, okey, mən sosial mediadan pul qazanıram. Bəlkə gələcəkdə, nə bilim, 30 yaşımda, 40 yaşımda sosial mediadan uzaqlaşaram, müəyyən bir müddət pul yığdıqdan sonra. Amma bunu necə öz xeyrimə istifadə edə bilərəm? Bu satış qıfını mən necə daha yararlı istifadə edə bilərəm? Madam ki, bu satış qıfı istifadə olunur və olunacaq da. Bəs yaxşı, mən necə faydalı ola bilərəm? Biz elə bilirik ki, məsəl üçün ancaq pulsuz fayda verə bilərik. Həm yaxşı xidmət verib, həm yaxşı xidmət satıb, həm də pul qazana bilərik. Elə deyil və eyni zamanda da ekran müddətimizə görə də vicdan əzabı çəkmərik. Əgər bunu necə edəcəyini bilmirsənsə, həm səhifəmi izləmədə qala bilərsən, həm də ki, daha dərindən, daha detallı öyrənmək üçün kurslarıma qoşula bilərsən.